Ağdam 2025 davam edir. ...2023-cü ildə çəkilişinə başlanan Ağdam yolu artıq 2025-ci ildə bizi bura, mədəniyyətin yenidən doğulduğu şəhərə gətirir. Mədəniyyətin əsas göstəricilərindən biri də yoldur. Ağdam rayonu ərazisində 140-dan çox tarixi, dini və arxeoloji abidə olub. Onların əksəriyyəti dağıdılmışdır. Bu haqda bizə ətraflı Ağdam 2023 buraxılışlarında məlumat vermişdik. Bugün Ağdam Cümə məscidi tam bərpa olunub və bu yalnız bir abidənin, tarixi binanın, Ağdamın əsas məscidinin bərpası demək deyil. Bu həm də ruhumuzun dirçəlişi deməkdir. Ağdama köçən insanlar da mərkəzdə mədəniyyəti ehtiva edən bu ruhu görəcəklər. İlk Ağdam şəhərinə köçümüzdə məscidin ətrafında tikilən evlər olacaq. Və sanki bu gözəl günləri bir daha məscidimiz şahidçilik edəcək ki, Ağdamın sakinləri məscidin ətrafında yenidən qurulan, tikilən evlərə köç edəcəklər. Allahu Ekber, Məsciddə qoyulmuş bu daş parçası işğal illərinin şahididir. This is a piece of tile from the mosque in Ağdam. Bu Ağdamdakı məsciddən bir hissəsidir. Amma bu balaca olsa da bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. O zaman Ağdam işğal altındaydı. İndi isə dirçəlişin rəmzinə çevrilib. Qiyaslı məscidi də işğal dövründə tövlə kimi istifadə olunub, yandırılmışdı. 2025-ci ildə Heydər Əliyev Fondu tərəfindən tam bərpa edildi. Və gördüyünüz kimi çox möhtəşəm bir hala gətirilib çağırdı və insanların bu məscidə rahat şəkildə ibadət edib, ziyarət etməsi üçün infrastruktur yaradılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə 2023-cü ildən imarət kompleksində restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ərazisi 3,3 hektardır. Burada Qarabağ xanlarının, o cümlədən xan qızı Xurşudbanu Natavanın məzarları yerləşir. İşğal zamanı bu qəbirstanlıq erməni vandalizminin qurbanı olmuşdu. 19 sentyabr 2024-cü ildə isə imarət kompleksi bərpadan sonra yenidən açıldı. Bu il mayın 10-da Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Səhnə yenidən muğam səsi üçün hazırdır. Bu torpaqların sahibi bizik. Çünki biz dağdan yox, biz qurub yaradanıq və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Dağıdılmış dram teatrının qalıqları bu şəhərin keçmişini xatırladır. Onun bərpası da planlaşdırılan layihələr sırasındadır. Ağdamda mədəni həyat üçün yeni infrastruktur formalaşır. Musiqi məktəbləri, yaradıcı emalatxanalar, sərgi məkanları layihələndirilir. Bir sözlə, Ağdama mədəniyyət qayıdır. Tarixi və mədəni irsin bərpası Ağdamın gələcək simasının əsas hissəsidir. Burada təkcə binalar yox, şəhərin ruhu bərpa olunur.